Qəhvə sevənlər düşünürsünüzmü ki, qəhvə hormonları poza bilər? Bəli, bu haqda çox danışılır. Bəs həqiqətən belədirmi, yoxsa əksinə qorumuş olur? Həqiqət yenə də hər zaman elmdədir. Qəhvə içdikdə kortizol səviyyəsi qısa müddətli yüksələ bilir. Bu bədənin normal cavabıdır. Amma bu xronik hormonal pozuntu demək deyil. Əksinə, bəzi tədqiqatlar göstərir ki, müntəzəm olaraq və düzgün miqdarda qəhvənin istifadəsi insulin həssaslığını yaxşılaşdırır və tip 2 diabetin riskini azalda bilir. Hətta iştahın da azalmasına təsir göstərə bilər. Yəni problem qəhvənin özündə deyil, hər zamanki kimi problem onu nə vaxt içdiyiniz, nə qədər içdiyiniz və nəyə əlavə etdiyinizdir. Əgər səhər ac qarnına çox qəhvə, üstəlik şəkər və siroplar içəriksə, bu artıq hormonal balans deyil. Bu orqanizmə verilmiş metabolik bir yükdür. Beynəlxalq tövsiyələrə görə orta miqdarda qəhvə sağlam insanlarda təhlükəsiz sayılır. Yəni qəhvə bizim düşmənimiz deyil. Yanlış istifadə isə ciddi problemdir. Ona görə də bu videonu qəhvəsevər dostlarınızla paylaşmağı, bəyənməyi və suallarınızı şərhlərdə yazmağı unutmayın. Səhifəmizə abunə olun.